Məlikməmməd və Sehirli Alma nağılı. Biri var idi, biri yox idi. Qədim zamanlarda bir padşah yaşayırdı. Padşahın 3 oğlu vardı. Böyük qardaş, orta qardaş və ən kiçik Məlikməmməd. Padşahın sarayının bağında qızıl alma ağacı vardı. Bu ağac hər il elə gözəl almalar verirdi ki, onların işığı gecəni də gündüz edirdi. Lakin hər gecə naməlum bir varlıq gəlib almaların hamısını oğurlayırdı. Padşah qardaşları yanına çağırdı və dedi: "Kim bu oğrunu tutsa, ona böyük bir mükafat verəcəm." Əvvəlcə böyük qardaş keşik çəkməyə başladı. Amma birazdan yoruldu və yatıb qaldı. Səhər duranda gördü ki, bütün almalar yenə yoxdur. Sonra ortancıl qardaş getdi. O da yatdı və heç nə edə bilmədi. Növbə Məlikməmmədə çatdı. Məlikməmməd çox ağıllı və cəsur idi. O yuxusunun gəlməməsi üçün barmağına iynə batırdı və gözünü yummadı. Gecə yarısı bir səs eşitdi. Gördü ki, bir canavar gəlir. Məlikməmməd cəld hərəkət etdi. Canavarı vurdu və ondan bir neçə lələk qopardı. Canavar qışqıraraq qaçdı. Almaların hamısını isə apara bilmədi. Səhər padşah almaların yerində olduğunu görüb sevindi və Məlikməmmədin qəhrəmanlığını bildi. Canavarın qopardığı lələklər sehirli idi. Onlar Məlikməmmədə göstərdi ki, oğru Qaf dağlarının arxasında yeraltı dünyada gizlənən divdir. Məlikməmməd qardaşları ilə birlikdə divi tapmaq üçün yola çıxdı. Çoxlu macəralardan sonra nəhayət Qaf dağına çatdılar. Dağın təpəsində yeraltı dünyaya enən dərin bir quyu vardı. Böyük və orta qardaş quyuya enməyə qorxdular. Yenə də tək Məlikməmməd qaldı. Məlikməmməd bir cəsur igid kimi qaytanla quyuya endi. Yeraltı dünya zülmətli, amma çoxlu gözəlliklərlə dolu idi. Orada Məlikməmməd divin əsir aldığı 3 gözəl qızı xilas etdi. Hər qızın öz gücü və sirri vardı. Nəhayət Məlikməmməd əsas divi tapdı və onunla qorxulu bir döyüşə girdi. Məlikməmməd güclü olsa da divdə hiləgər idi. Amma Məlikməmmədin zəkası və cəsarəti qalib gəldi. O divi məhv etdi və oğurlanan qızları, o cümlədən pəri olan gözəl qızı xilas etdi. Qızları qaytanla yuxarı çıxardı. Növbə Məlikməmmədə çatanda xəsis və paxıl olan böyük qardaşlar Məlikməmmədi quyuda qoyub getmək qərarına gəldilər. Onlar Məlikməmmədin yuxarı çəkilmək üçün siqnal verəndə qaytanı kəsdilər. Məlikməmməd yeraltı dünyada tək qaldı. O çox kədərləndi, amma təslim olmadı. Birdən onun əvvəllər xilas etdiyi sehirli bir heyvan peyda oldu. Bu simik quşu balası idi. Heyvan Məlikməmmədə yuxarı qalxmağa kömək etdi. Məlikməmməd sağ-salamat geri döndü. O, böyük qardaşlarının xəyanətini ifşa etdi və əsl qəhrəman olduğunu sübut etdi. Padşah ədaləti bərpa etdi. Məlikməmməd isə xilas etdiyi gözəl pəri qızla evləndi və ölkədə əmin-amanlıq hökm sürdü. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.